Salam uşaqlar. Deməli bugünkü dərsimizdə çoxhüceyrələr yarım aləmindən olan yassı qurdlar tipi olacaqdır. Deməli bu qurdlar özləri belə deyək də parazitik edən nümayəndələr də vardır. Dənizlərdə, şirin sularda yaşayan nümayəndələr də mövcuddur. Və onsuz da yəni qurd terminində çoxunuz bilirsiniz ki, insanlarda da parazitlik edirlər, digər heyvanlarda da parazitlik edib ikrah hissi, yəni narahatlıq hissi doğururlar. Və bunların belə deyək də hamısı yassı qurdlara aiddir. Gəlin indi baxaq bunların ümumi xüsusiyyətlərinə. Yassı qurdların nümayəndələri dediyimiz kimi dəniz və ya şirin sularda yaşayır. Bəziləri parazitlik edir. 25 mindən çox növ var. Onların quruluşu bağırsaq boşluqları nisbətən daha mürəkkəbdir. Gəlin baxaq hansı fərqlər vardır. Birincisi, bunların bədəni bel-qarın istiqamətində yassı olduğuna görə bunları yassı qurdlar adlandırmışdılar. Və bağırsaq boşluqlardan fərqli olaraq bunlarda əlavə bir qat olan mezoderma qatı da yaranmağa başlamışdır. Yəni həm ektoderma var, həm endoderma var, həm mezoderma var. Bağırsaq boşluqlarda yalnız ektoderma və endoderma mövcud idi. Bədən örtükləri həlqəvi və uzunluğunda yerləşmiş əzələlərlə birlikdə dəri əzələ kisəsini əmələ gətirir. Deməli, bunlarda yalnız həlqəvi və uzunlu əzələlər vardır. Bədən örtüyünün birbaşa altında həlqəvi, həlqəvinin də altında uzunlu əzələlər yerləşir. Yadınızda saxlayın. Bədənin altında, bilavasitə altında, yəni birinci həlqəvi, həlqəvinin də altında uzunlu əzələlər yerləşir və bunlar da dəri əzələ kisəsini əmələ gətirir. Bir də bir şey var ki, dəri əzələ kisəsinin, sizdən soruşa bilər ki, dəri əzələ kisəsinin ixtisaslaşmış əzələlərdən fərqi nədir dedikdə, dəri əzələ kisəsi bədəni hərəkət etdirəndə, yəni bütün hissələrinin hesabına edir. Amma ixtisaslaşmış əzələlər olanda, məsələn, ilk dəfə olaraq buğumayaqlarda yaranmışdır. Bunlar isə bədənin ayrı-ayrı hissələrini hərəkət etdirmək üçün istifadə lazım olur. Yəni, deməli, bunlarda daxili orqanlar arasındakı boşluq birləşdirici toxumadan ibarət olan parenxima ilə doludur. Deməli, parenxima birləşdirici toxuma mənşəlidir. Bağırsaq boşluqlarından fərqli olaraq yassı qurdlarda yaxşı inkişaf etmiş orqanlar və orqanlar sistemi yaranmışdır. Biz keçən dərsimizdə də dedik ki, bağırsaq boşluqlu çoxhüceyrəli olsa da ibtidai olduğuna görə toxuma və orqanları yoxdur. Aktiv hərəkət nəticəsində iki tərəfli simetriya ilk dəfə bunlarda meydana gəlmişdir. Bağırsaq boşluqlarda şüalı simetriya idi. Yassı qurdlara kirpikli, sorucu, lençəkili və sair siniflər də daxildir. Deməli, birinci sinifimiz olan kirpikli qurdlar sinifi haqqında məlumat verim sizə. Burada mütləq bir də oxuduqca şəkillərə mütləq diqqət edirin. Çünki artıq testlərə elə salırlar ki, cümlədən çox, yəni şəkillərdən istifadə edirlər. Bəzən onu cümlə şəklində yazmırlar, şəkil üstündə göstərirlər və sən də o şəkilə baxmalısan, bilməlisən. Kirpikli qurdların ən geniş yayılmış nümayəndəsi ağ planaridir. Gölməçə və durğun sularda yaşayır. Şəffaf ağ rənglidir. Bədən ölçüsü 1.5-3 cm çatır. Bədəni xaricdən kirpiklərlə örtülüdür. Bu səbəbdən də onu kirpikli qurdlar sinifinə aid edirlər. Yassılaşmış bədəni öndən genişlənibdir. Burada qısa lamisə çıxıntıları və iki qara pigmentli göz yerləşir. Qarın hissəsində ağız yerləşir və ondan xarici çıxan udlağı mövcuddur. Bədənin formasının dəyişməsində və hərəkətdə bədən örtüyü altında yerləşmiş əzələlər iştirak edir. Bədəndə olan parenximada daxili orqanların zədələnməsinin qarşısını alır və ehtiyat qida mənbəyi rolunu oynayır. Bax, bu cümləyə diqqətlə fikir verin. Parenxima, bəzən parenximanın bu cümləni oxuyur uşaqlar, amma orada fikir vermirlər nə dediyinə. Deməli, burada bizə məlumat verdi ki, parenxima həm daxili orqanların zədələnməsinin qarşısını alır, çünki daxili orqanları örtür. Həm də ehtiyat qida mənbəyi rolunu oynayır. O birincisinə fikir verirlər, amma ehtiyat qida mənbəyi rolunu oynamasına fikir vermir uşaqlar. Orada fikir verin. Digər bir sinifimiz, sorucu burada şəkilə də baxarsınız mütləq gördüyümüz kimi, gözləri, başı, ağzı, ağızdan ayrılan udlağı, kirpikləri, ifrazat sistemi. Digər bir sinifimiz də deməli sorucu qurdlar sinifidir. İnsan və heyvan bədənində yaşayıb parazitlik edən nümayəndəsi qaraciyər sorucusudur. Uzunluğu 3-4 cm çatır. Yarpaq şəkilli bədəni bel-qarın istiqamətində yassılaşmışdır. Bədənin ön hissəsində ağzın kənarı qalınlaşaraq əzələli ağız sormacını əmələ gətirir. Qarın hissədə yerləşən qarın sormacı vasitəsilə qaraciyərə yapışır. Ağız sormacının köməyi ilə qaraciyər hüceyrələri və qanla qidalanır. Burada görürsünüz həm ağız sormacı, həm də qarın sormacı mövcuddur. Bir də yassı qurdlar tipi, ümumiyyətlə bütün tiplər proterozoy erasında əmələ gəlmişdir. Xronoloji cədvəldən də bir xatırlatma eləyim sizə. Digər bir sinifimiz də, burada da şəklini də görürsünüz, lençəkili qurdlardan olan öküz solteridir ki, insanın nazik bağırsağında parazitlik edir.
4-10 metrə çatan öküz soliteri bədəni başçıq hissə, qısa boyuncuqdan və minə qədər buğumdan ibarətdir. Və başçıqda bağırsağa yapışmağa xidmət edən 4 ədəd əzələli sormac yerləşir. Həmin bu buğumlar da başçıq hissədən yaranmağa başlayır. Yəni birinci yaranan buğum, sonra get-gedə bunun ölçüsü böyüdükcə ən axırıncı buğum olur və ən qoca buğum da elə birinci yaranan buğumdur. Deməli, boyuncuqdan əmələ gələn buğumlar hesabına da qurdun bədəni uzanır. Buğumların sayının artması və böyüməsi də ömrü boyu davam edir. Gördüyümüz kimi, öküz soliterində fikir verin 4 dənə sormacı mövcuddur. Bunlarda həmin nazik bağırsağa yapışmağa xidmət eləyən qida maddələrini isə bütün bədən səthi ilə sovurur. Bax, bir də təkrar edirəm. Qida maddələrini bütün bədən səthi ilə sovurur. Zaten bir sonraki dərsdə biz yastı qurdların ümumi əlamətləri ilə tanış olacağıq. Burada fikir verin ki, sizə testə sala bilər ki, öküz soliteri insanın hansı orqanının funksiyasına bənzər funksiya yerinə yetirir. Öküz soliteri elə zaten özü də nazik bağırsaqda parazitlik edir. Elə nazik bağırsağın funksiyasına uyğun funksiya yerinə yetirir. Necə? Nazik bağırsaqda qida maddələrinin sovrulmasında iştirak eləyirdi mi? Orada xovlar var idi də. Həzm sistemini keçəndə deyəcək. İnsanda nazik bağırsaq qida maddələrinin sovrulmasında iştirak eləyir. Elə öküz soliteri də qida maddələrini bütün bədən səthi ilə sovurduğuna görə sanki nazik bağırsağa bənzəyir. Burada mütləq tapşırıqlara da baxarsınız. Yastı qurdların həyat fəaliyyətinə gələk indi. Deməli, burada şəkildə öküz soliterinin həyat dövriyyəsini görürsünüz. Gəlin baxaq görək həyat dövriyyəsi hansı formada olur. Öküz soliterinin əsas sahibi insan, aralıq sahibi də burada qaramal göstərilib bizə. Deməli, nə baş verir? Öküz soliteri əsas sahibi olan insanın bədənində yumurta qoyur. Sonra bu yumurtalar nəcis vasitəsilə xaric olur. Ətraf mühitə düşür. Bax, görürsünüz, ətraf mühitə düşübdür yumurtalar. Burada yarpaqların üzərindədir. Sonra qaramal həmin yumurtaları, yəni yedikdə, qaramalın bədənində, mədəsində 6 qarmaqlı sürfəyə çevrilir onlar. Zaten bu yumurtalar özləri mayalanmış yumurtalardır. 6 qarmaqlı sürfəyə çevrilir. Sonra bu 6 qarmaqlı sürfə deməli, bağırsaq divarını dəlir, əzələlərə keçir. Qaramalın əzələsinə keçir. Qaramalın əzələsində finnalara çevrilməyə başlayır. Qaramalın əzələsində nəyə çevrilir? Finnaya çevrilir. Və bu finnalar da insan əgər məsəl üçün qaramalı kəsəndə finnalı ət yeyərsə, həmin insan yenidən öküz soliterinə yoluxur. Amma finnalar çox böyük olur da, yəni belə qoz böyüklüyündə olur. Yəni onu çox vaxt adi gözlə görmək olur da, niyə insan elə bir şey yesin ki, yəni onu seçmək olur, yəni mikroskop zad deyil də, adi gözlə sən onun böyüklüyünü görə bilirsən. Ona görə də yeməmək lazımdır. Deməli, burada ümumi bir ümumiləşdirək. Öküz soliteri insanın bədəninə, yəni yetkin fərdin bədəninə finna şəklində daxil olur, yumurta şəklində tərk eləyir. Öküz soliteri aralıq sahibin bədəninə, yəni qaramalın bədəninə yumurta şəklində daxil olur, finna şəklində tərk eləyir. İndi də deməli həyat fəaliyyətinə baxaq. Bunlara hərəkət, qidalanma, tənəffüs, son parçalama məhsullarının ifrazı, çoxalma prosesləri aiddir. Və bir də bunu da qeyd edeyim ki, öküz soliterinin qaramalda yaratdığı xəstəlik finnoz, yəni finna-finnoz. O şəkildə yadınızda saxlaya bilərsiniz. Finna-finnoz. Qaramalın bədənində finnoz xəstəliyi törədir. İndi baxaq yastı qurdlar necə hərəkət edir. Bunlarda dedik ki, əzələlər var. Əzələlərin yığılması hesabına baş verir. Həmçinin kirpikli qurdların hərəkətində kirpiklər də iştirak edir. Həzm sistemi və qidalanmasına gəldikdə. Yastı qurdlarda həzm sistemi ağızda başlayır. Bağırsağın son ucu kör qurtarır. Bunlarda da elə bağırsaq boşluqlarda olduğu kimi anal dəlik olmur. Yəni, qida iki istiqamətlidir. Həzm olunmamış qida qalıqları ağız dəliyi vasitəsilə bədəndən kənara atılır. Bəziləri lençəkili qurdlarda vəbşi həzm sistemi yoxdur. Qidanı bütün bədən səthi ilə sorur. Bayaqda dediyimiz kimi sanki nazik bağırsağın funksiyasına oxşuyur. Tənəffüsünə gəldikdə. Yastı qurdlarda xüsusi tənəffüs orqanları olmur. Kirpikli qurdlar suda həll olmuş oksigeni bütün bədən səthi ilə daxil olur. Karbon qazı həm o şəkildə də xaric edilir. Lençəkili və yetkin sorucu qurdlar parazit olduqlarına görə vəbşi anaerob tənəffüs edirlər. İfrazat sisteminə gəldikdə,
Bir də burada bir şey var ki, deyir ki, anaerob tənəffüs edirlər. Bu o demək deyil ki, onlar tənəffüs eləmirlər. Onlarda mitoxondri var. Sadəcə olaraq anaerob, oksigensiz mühitdə. Anaerob özü də bir tənəffüs etməkdir, amma oksigensiz mühitdə tənəffüs etməkdir. Tənəffüs eləyirlər, sadəcə oksigensiz mühitdə, oksigen olmayan yerdə tənəffüs edə bilirlər. Bunu qarışdırmayın. İndi ifrazat sisteminə baxaq. Deməli, proteinefridlər adlanan uldu şəkilli hüceyrələrə malik şaxələnmiş çoxsaylı kanalcıqlardan ibarətdir. Yassı qurdlarda həyat fəaliyyəti nəticəsində yaranan zərərli parçalama məhsulları bədəndən bunların köməyi ilə xaric edilir. Sinir sisteminə gəldikdə, bunlar da şəkil hardaydı? Deməli, sinir sisteminə fikir verin. Burada. Deməli, sinir sistemi bədənin ön hissəsində yerləşən 2 dənə sinir düyünündən, onlardan ayrılan sinir sütunlarından və onları bir-birinə birləşdirən sinir atmalarından, yəni konnektivlər də deyirlər ona, amma siz sinir atmaları yadınızda saxlayın, təşkil olunmuşdur. Bədənin öndə yerləşən 2 dənə sinir düyünü, onlardan ayrılan sinir sütunları və sinir atmalarından təşkil olunmuşdur. Amma məsəl üçün parazit olanlarda isə parazitliklə əlaqədar olaraq yaxşı, bəzilərində belə deyək də hiss orqanlarıdır. Bunlar da yaxşı inkişaf etməmişdir. Hiss orqanları, məsələn, sərbəst həyat tərzi keçirən bəzi formalarda hissiyatda iştirak edən lamisə çıxıntıları və gözlər olur. Parazit həyat tərzi keçirən sorucu və ləçəkli qurdlarda isə xüsusi hiss orqanları yoxdur. Çoxalması. Yassı qurdlar hermafroditdir, yəni onların bədənində eyni zamanda dişi və erkək çoxalma orqanı vardır. Yetkin fərdlərdə dişi cinsiyyət hüceyrələri yumurtalıqlarda, erkək cinsiyyət hüceyrələri isə toxumluqlarda yerləşir. Gəlin şəklə baxaq. Yumurtalıqlar gördüyümüz kimi 2 dənədir. Özü də göstərib. 2 dənə yumurtalıq var. Amma toxumluqlar 2 dənə deyil ha. Bax orada qarışdırmayın. 2 yumurtalığı var, çoxlu toxumluğu var. O hissə göstərilənlər bir dəqiqə. Bunlar belə 2 dənə demək deyil ha. Bunu qarışdırmayın. Bunlar belə çoxlu deməkdir. Çoxlu var, yəni düzdür. 2 dənə yumurtalığı var, amma çoxlu toxumluğu var. Bunu qarışdırmayın. Burada həzm sisteminə də baxırsınız. Gördüyümüz kimi ağızda başlayır, udlağı mövcuddur və bağırsaq şaxələri vardır ki, ikisi arxaya doğru uzanır bu bağırsaq şaxələrindən. Bax, ikisi arxaya doğru, bir dənəsi isə önə doğru uzanır və bunların ucu kör qurtarır. Yəni heç bir deşik yoxdur axırlarında. Ona görə də həzm olunmamış qida qalıqları da yenidən ağız vasitəsilə kənarlaşdırılır. Burada həmçinin şəkillərə ifrazat sistemində, orada ifrazat sistemi proteinefridial sistemi görürsünüz. Bu uldu şəkilli hüceyrə proteinefrididir. Deməli, inkişaflarına gələk. Kirpikli qurdlarda mayalanmış yumurtalardan yeni fərdlər meydana çıxır. Parazit həyat tərzi keçirən digər qurdlarda sahib dəyişməklə gedən mürəkkəb inkişaf dövriyyəsi baş verir. Bir də sizə bunu deyim ki, əgər bir qurd sahib dəyişirsə, yəni bir neçə sahibi varsa, bunlara biohelmitlər deyilir. Biohelmitlər yəni ki, sahib dəyişir. Əgər bizim fərdimiz yetkin fərddirsə, yəni yaşlı yetkin fərddirsə, deməli o əsas sahibin bədənində olacaq. Amma sürfə mərhələsində isə aralıq sahibin bədənində olurlar. Deməli, aralıq sahibi adətən bir və ya bir neçə də ola bilir. Parazit mütləq əsas sahib tərəfindən udulmalıdır ki, yetkin fərdə çevrilsin, yenidən yumurta qoya bilsin. Yassı qurdlarda həmçinin regenerasiya qabiliyyəti də yaxşı inkişaf etmişdir. Belə, tapşırıqları da mütləq şəkildə baxarsınız. Digər bir tipimiz sap qurdlar tipidir. Sap qurdlar tipi indi, yəni universitetdə oxuyanda belə sap qurdlar adı altında heç vaxt deyilmir. Orada nematelmin testlər və ya dəyirmi qurdlar deyirlər. Amma yəni orta məktəb sap qurd tələb elədiyinə görə siz də sap qurd deyəcəksiniz. Deməli, baxaq görək sap qurdlar nədir? İlk öncə burada şəklə fikir verin. Dişi və erkək sap qurd göstərilibdir. Dişilərin daha uzun olduğunu görürük və düppədüz yəni. Amma erkəklərin isə daha qısa və ucunun qıvrılmış olduğunu görürük. Deməli, sap qurdlarda bədən dəyirmi və buğumsuzdur. Ön və arxa hissədən sivriləşmişdir. İlk dəfə olaraq sap qurdlarda ilk bədən boşluğu meydana gəlmişdir. İlk bədən boşluğu schizosel adlanır. Yadınızda saxlamasanız da olar, yenə də hər ehtimala qarşı deyim. İlk bədən boşluğu schizosel adlanır. Yassı qurdlardan fərqli olaraq həzm sistemində ilk dəfə olaraq son ucu anal dəliklə qurtaran bağırsaq yaranmışdır. Ümumiyyətcə, sap qurdlarda ilk dəfə olaraq yaranan şeylər çoxdur. Biri ilk bədən boşluğudur. Biri anal dəlikdir.
dodaq yaranmışdır, qida borusu yaranmışdır və bunlarda tam ayrı cinsiyyətlilik yaranmışdır. Bir də təkrarlayıram. Anal dəlik, dodaq, qida borusu, tam ayrı cinsiyyətlilik, ilk bədən boşluğu. Əsl sapqurtlar sinifi. Nümayəndələri sərbəst yaşayır. Rotatorilər var ki, rotatorilər də özləri sapqurtlara aiddir. Amma əsl sapqurtlar isə sərbəst yaşayan, bəziləri isə müxtəlif orqanizmlərdə parazitik edən insan askaridi və uşaq biz quyruğu bu sinifin geniş yayılmış nümayəndəsidir. Həmçinin ankilostoma qurdu da vardır ki, bu da sapqurtlara, əsl sapqurtlara aiddir. Deməli, insan askaridi parazit həyat tərzi keçirir. Yetkin halda insanların nazik bağırsağında yaşayır. Uzunluğu 20-40 cm qədərdir. Erkəkləri dişilərdən kiçik olur. Yassı qurtlardan fərqli olaraq parazitlik edən sapqurtlarda yapışma orqanı yoxdur. İnsan askaridinin həyat fəaliyyətinə gəldikdə, bunlarda bədən örtüyü, askaridin bədəni xaricdən möhkəm kutikulla ilə örtülmüşdür. Kutikulla həzm şirələrinə qarşı davamlıdır. Ona görə də həmin qurdu belə deyək də salmaq çətin olur. Çünki kutikulla onu belə deyək qoruyur, həm kimyəvi, həm də mexaniki təsirlərdən. Və bunlarda həlqəvi əzələlər yoxdur. Yalnız uzunluğuna istiqamətdə yerləşmiş saya əzələlər birləşmişdir. Buna görə də onlar bədənini uzadıb qısalda bilmir və bunlar hamısı birlikdə dəri əzələ kisəsinə əmələ gətirir. Deməli, uzunluğuna istiqamətdə yerləşmiş saya əzələlər bunlar hamısı birlikdə dəri əzələ kisəsinə əmələ gətirdi. Hərəkətinə gəldikdə, insan askaridi uzun əzələrin köməyi ilə bədəni dalğavarı hərəkət etdirir və onu uzadıb qısalda bilmir, çünki həlqəvi əzələləri yoxdur. Həzm sisteminə gəldikdə, askaridin ön hissəsində 3 dodaq çıxıntısına malik, yəni 3 dodaq çıxıntısına malik ağız yerləşir. Ağızdan daxil olan qida udlağa, qida borusuna, oradan bağırsağa daxil olur. Bağırsağın son ucu da anal dəliklə qurtarır. 2 dəfə yaranmışdı bunlarda. Qida borusudur. Anal dəlikdir. Bayaq da qeyd elədiyim kimi 2 dəfə yarandı. Həzm olunmamış qida hissəcikləri də bu dəlik vasitəsilə bədəndən xaric edilir. Tənəffüsdə xüsusi tənəffüs orqanı yoxdur. Yetkin fərd oksigensiz mühitdə tənəffüs eləyir. Amma bunların sürfəsi əvvəl oksigensiz, sonra isə oksigenli mühitdə tənəffüs eləyir və bunlarda mitoxondri mövcuddur. Yəni deyə bilmərik ki, mitoxondri yoxdur. Sadəcə olaraq yetkin fərd özü anaerob tənəffüs eləyir. Yəni bu şəkildə tənəffüs eləməyə uyğunlaşmışdır. İfrazat sisteminə gəldikdə, İnsan askaridinin ifrazat sistemi də bir cüt ifrazat kanalından ibarətdir. Bu kanallar bir-biri ilə birləşir və bədənin ön hissəsində tək axarla xaricə açılır. İnsan askaridinin quruluşuna bir də mütləq burada şəkillərə diqqət edirsiniz. Ağızdır, dəridir, bağırsağındır, sap şəkilli yumurtalığı görürsünüz, yumurta borularını görürsünüz, balalıq da həmçinin anal dəlikdə, yəni mütləq şəkilə baxırsınız. Sinir sistemi də, sinir sistemi udlaq ətrafı sinir həlqəsi və bədənin arxa hissəsinə doğru gedən sinir sütunlarından ibarətdir. Hiss orqanlarda parazit həyat tərzi ilə əlaqədar olaraq xüsusi hissiyyat orqanları inkişaf etməmişdir. Cinsiyyət sistemi və çoxalması. İnsan askaridi ayrı cinsiyyətlidir və tam ayrı cinsiyyətlilik də bayaq qeyd elədiyim kimi bunlarda yaranmışdır. Dişilərdə 2 dənə sap şəkilli yumurtalıq, erkəklərdə isə 1 dənə sap şəkilli toxumluq olur. Deməli, həm yumurtalıqları, həm də toxumluqları sap şəklindədir. İnkişafına gəldikdə, ən maraqlı hissə, deməli, inkişafında aralıq sahib iştirak eləmir. Aralıq sahib olmayanlar geohelmintlər deyilir. Yəni, inkişafları torpaqda gedir. Yalnız bir dənə sahibi var, geohelmintlər. Bayaq dedik ki, həm əsas həm aralıq sahibi olanlara biohelmintlər deyilirdi. Aralıq sahibi iştirak eləməyənlərə geohelmintlər deyilir. Bir də əlaqə təmas helmintləri vardır ki, onu da birazdan deyəcəm. Ankilostoma uşaq biz quyruğuna keçəndə. İnsanın bağırsağında yaşayan yetkin askaridin yumurtaları nəcis vasitəsilə ətraf mühitə düşür. Əlverişli temperatur, rütubət və oksigenli mühitdə inkişaf edərək yumurtanın daxilində sürfələr əmələ gəlir. Deməli, ətraf mühitdə yumurta daxilində sürfə əmələ gəlir. Bu dövrdə yumurtalar yoluxmaya artıq tam hazır vəziyyətdə olur. Yəni, yumurtanın içərisində sürfə əmələ gəldikdən sonra yoluxa bilər. Əgər ola bilər ki, yumurta içərisində sürfə əmələ gəlməmiş, yəni yoluxma baş versin, bu zaman o məhv olacaqdır. Çünki hələ yumurtanın içərisində sürfə əmələ gəlmədən insanın mədəsinə düşərsə, o mədə şirələrinin təsirindən məhv olacaqdır o, amma sürfə məhv ola bilmir. Sürfə əmələ gəldikdən sonra bədəni möhkəm kutikula olduğuna görə məhv ola bilmir. Deməli, insan çirklənmiş su və ya qida vasitəsilə bu yumurtaları udduqda onun nazik bağırsağında həzm şirələrinin təsirindən yumurtanın qabığı əriyir, sürfə azad olur, bağırsaq divarını dəlir və qan vasitəsilə digər orqanlara aparılır. Yəni, ağciyərlərə də gətirilir. Ən son ağciyərlərə gətirilir. O ağciyərlərdə inkişafını tamamlayır və ağciyəri zədələyərək öskürək yaradır. İnsan öskürdükdə bəlğəmlə ağız boşluğuna gətirilir və təkrar udularaq bağırsağa düşür. Burada yetkin qurda çevrilir. Bir də burada şəkil üzərində baxaq. Deməli, insan askaridinin həyat dövranına baxanda
Burada birinci bağırsaqdan başlayaq. Deməli, yumurtalar qoydu torpaqda. Birinci bax burada yumurtadır. Sonra fikir versəz, deməli bu yumurtanın içərisində artıq ikinci tərəfdə sürfə əmələ gəldi. Birinci yox idi, ikinci tərəfdə sürfə və bu halda yoluxmağa hazır ola bilər. Bu halda yoluxa bilməz. Zaten yoluxsa belə məhv olacaq, inkişaf eləyə bilməyəcəkdir. Sonra nə baş verir? Deməli, sürfəli yumurtadır. İnsan bu yumurtanı udur. Bax görürsüz, insan həmin bu yumurtanı uddu. Yumurtanı udandan sonra bu yumurta gəlir düşür bağırsağa. Bağırsaqda həmin sürfənin qabığı əriyir. Bağırsaq divarını sürfə deşib keçir. Qan vasitəsilə qaraciyərə gətirilir. Sonra aşağı boş vena ilə deməli ürəyə gətirilir sürfə. Sonra isə ürəkdən də biz bilirik ki, qan ağciyərlərə getdiyinə görə ağciyərlərdə həmin sürfə, yəni ağciyərlərdə olur. Burada öz ətrafında iltihab əmələ gətirir, öskürək yaradır, ağız boşluğuna qədər sürfə gətirilir, sonra isə yenidən udulur və artıq bu səfər tam yetkin, yenidən bağırsağa düşür və orada tam yetkin qurda çevrilmiş olur. Burada da tapşırıqlara da baxarsınız. İndi insan üçün təhlükəli olan qurd xəstəlikləri. İnsanlarda ankilostomoz xəstəliyini törədən sap qurdların nümayəndəsi ankilostoma qurdu idi. Bir də insan askardidi askaridoz xəstəliyi törədir. Ankilostoma insanın nazik bağırsağında parazitik edir. İnsan ya qurdun sürfələrini udmaqla ya da sürfələrin dərini deşərək qana keçməsi nəticəsində bu xəstəliyə yoluxur. Deməli, ankilostoma təmas vasitəsilə yoluxur. Buna görə də həm ankilostoma, həm də uşaq biz quyruğu əlaqə təmas helmintlərinə aiddir. Xəstəlik bəzən ölümlə nəticələnir. Burada qaraciyər sorucusunun da həyat dövrəyanına baxaq. Deməli, qaraciyər sorucusunda əsas sahib belə deyək, insan da burada qaramal göstərilib, insan da ola bilər, qaramal da ola bilər, amma aralıq sahibi isə deməli ilbiz, göl ilbizi göstərilibdir. Nə baş verir? Deməli, əsas sahibin bədənində mayalanmış yumurtalar qoyulur və onlar ətraf mühitə düşür. Yumurtaların sonraki inkişafı üçün onlar mütləq suya düşməlidir. Həmin suyun içərisində düşəndən sonra sürfələrə, yumurtalardan kirpikli sürfələr əmələ gəlir. Bu kirpikli sürfələr aralıq sahibi olan ilbizin bədəninə kirpik şəklində daxil olur, quyruq şəklində çıxır. Amma kirpik şəklində daxil olandan sonra ilbizin bədənində partogenez yolla sürfə çoxalır və quyruqlu sürfələr əmələ gətirir. Deməli, buradan onu bildik ki, qaraciyər sorucusunun sürfəsi çoxala bilir. Partogenez yolla çoxala bilir. Yəni sürfə mərhələsində də çoxalır, yetkin fərd mərhələsində də çoxalır. Əslində bu sürfələrin özlərinin adı var. Yəni kirpikli quyruqlu sürfə deyilmirdi. Serkarilər, metaserkarilər, mirasidilər, redlər var. Sadəcə olaraq bu orta məktəbdə keçilmir. Deməli, dediyimiz kimi aralıq sahibin bədəndə kirpikli sürfələrdən partogenez yolu çoxalaraq quyruqlu sürfələr əmələ gəldi. Sonra quyruqlu sürfələr ilbizin bədənini tərk eləyir və ətraf mühitə düşür, sista əmələ gətirir, quyruğunu itirir. Və bu şəkildə fikir versəz, burada quyruğu var idi, burada artıq yoxdur, quyruğunu itirdi. Və burada fikir versəz, qara nöqtələr var. Bu qara nöqtələr onların sormaclarıdır. Biri ağız sormacıdır, biri qarın sormacıdır. Testdə sizə soruşa bilər ki, qaraciyər sorucusunun hansı mərhələlərdə sormaclara malikdir? Bir yetkin fərd mərhələsində sormacıları var. Bir quyruqlu sürfədə baxın, burada da iki qara nöqtə, yəni sormacıları var. Bir də sista mərhələsində, yəni düz 3 dənə mərhələdə bunlar sormacılara malikdir. Deməli, bu qaraciyər sorucusu ətraf mühitə düşdü, sista əmələ gətirdi. Qaramal tərəfindən yeyildikdən sonra, əsas sahib tərəfindən, yəni yeyildikdən sonra orada belə deyək də yoluxur və yetkin fərdə çevrilir. Və qaraciyər sorucusu qaraciyərlə də qidalanır, qanla və hətta ödlə də qidalana bilir. Deməli, baxaq indi bura. Qurdların insanda törətdiyi xəstəliklər. Bəzi parazit qurdlar insanlarda müxtəlif xəstəliklər törədir. Məsəl üçün, öküz soliterin əsas sahibi insan aralıq sahibi qaramaldır. Bu parazitlə içərisində parazitin sürfəsi olan yaxşı bişirilməmiş ət yeməklə yoluxur, yəni finnaları ilə. Öküz soliterin insanda törətdiyi xəstəlik tenyarinxoz xəstəliyi adlanır. Qaramalda törətdiyi xəstəlik isə finnozdur. Tenyarinxoz insanda, qaramalda finnoz. İnsanlarda təhlükəli exnikokoz xəstəliyi törədən leçəkili qurdların digər nümayəndəsi exnikokdur. Exnikok özü öküz soliterinə oxşur,
Sadəcə olaraq buğumların sayı, yəni 3-4 dənə buğumu vardır. Başında öküz soyunterində olduğu kimi 4 dənə sovurmacı vardır. Exnikokda 4 dənə sovurmacı var. Onun əsas sahibi yırtıcılardır. İt, pişik, aycıqqal, canavar və s. bunlardır. Aralıq sahibi isə qaramal və ya insandır. İnsan bu qurdun yumurtalarını udur. Sahibsiz it və ya pişikləri sığalladıqda xəstəliyə yoluxur. Yumurtadan çıxan sürfələr qan vasitəsilə aralıq sahibinin ağciyərinə və digər daxili orqanlara gətirilir. Burada içərisində qurdun başçıq və boyuncuqları yerləşmiş iri qovuqçuqlar finnalara çevrilir. Və exnikokun finnaları öküz soliterin finnalarına fərqli olaraq çox böyük olur. Yəni həddindən artıq çox böyük olur. Hətta baş beynin yəni özündə belə iri qovuqlara finnalara çevrilir ki, bu da çox vaxt əməliyyatla, yəni gedən bir şeydir. Əməliyyatla götürürlər onun finnalarını. Əgər ehtiyatsızlıq nəticəsində orada finnalar hələ də qalsa, yenidən yoluxma ehtimalı ola bilər. Gərək hamısını götürəsən. Sap qurdların nümayəndəsindən olan uşaq biz quyruğu da əlaqə təmas helmintlərinə aiddir. Uşaqların nazik bağırsağında parazitlik edir. Qurdun dişi fərdi bağırsaqdan çıxır. Anus ətrafına yumurtalarını yapışdırır və orada gicişmə əmələ gətirir. Uşaq həmin hissəsini qaçdıqda da yumurtalar dırnaqların altına dolunur və nəticədə təkrar yoluxma baş verə bilir. Burada da exnikokun həyat dövranına baxırsınız. Əsas sahibi it göstərilib, yəni yırtıcı bir heyvandır. Yumurta qoyur. Yumurta aralıq sahiblərdən birində ya qaramal, ya insan, altı qarmaqlı sürfəyə çevrilə bilir. Yəni məsəl üçün bir də öküz soliterinin finnası yalnız əzələlərdə olduğu halda exnikokun finnası daha təhlükəlidir. Digər daxili orqanların üzərində olur, beyində olur. Yəni daha təhlükəli olan exnikokdur. Ona görə də çox təhlükəli hesab edilir. Mübarizə tədbirlərinə gəldikdə isə, deməli, parazit xəstəliklərlə mübarizə məqsədi ilə profilaktik tədbirlər həyata keçirilir. Parazitlə yoluxmanın qarşısını almaq üçün çirkli və durğun su hövzələrinə su içməmək lazımdır. Əlləri yaxşı yumaq lazımdır. Yuyulmamış meyvə tərəvəz yemək lazım deyil. Və bir də ki, ankilostoma qurdu bayaq da dedim ki, əlaqə təmas helmintləridir ki, insan ayaqyalın gəzəndə və yaxud da meyvə və tərəvəz yeyilməmişdən qabaq yaxşı yuyulmalıdır. Əsasən məsələn, insan ayaqyalın gəzəndə bu xəstəliyə yoluxa bilir. Parazit qurdların zərərinə də gəldikdə, insandır, ev heyvanlarıdır, vəhşi heyvanların orqanizmlərində parazitlik edir, onların orqan və toxumalarını zədələyir və müxtəlif zəhərlənmələr törədir. Məsələn, insanın nazik bağırsağında yaşayan askarit sahib orqanizmə zəhərli maddələr buraxır. Bunun nəticəsində bağırsaq pozğunluğu, ürək bulanma, müxtəlif bədən ağrıları və s. kimi hallar baş verir. Qurdlarda parazitizmə uyğunlaşma, parazitliklə əlaqədar olaraq əksər qurdlarda yapışma orqanı olan sormacılar, qarmaqçıqlar meydana gəlmişdir. Bunlar da cinsiyyət sistemləri güclü inkişaf etmişdir. Lakin onlar çoxlu yumurta qoysa da bu yumurtaların əksəriyyəti əlverişli şəraitə düşməyərək məhv olur. Yəni təsəvvür edin ki, qoyduğu bütün yumurtalar inkişaf eləsəydi, yəni bu hara gedib çıxardı da, elə deyil. Ona görə də bu şəkildə baş verir. Deməli, öyrəndiklərinizi tətbiq edin, yoxlayın, bunları mütləq tapşırıqlara baxarsınız. Gələn dərsdə də sizə hərgəvi qurdlar tipini izah eləyəcəm. Sağ olun.